Bugün məhkəmələrdən danışacağıq. Deyirlər ki, məhkəmə dövlətin vicdanıdır. Bəs bu vicdan niyə susur? Bir dövlətin gələcəyini onun neft ehtiyatları yox, qaz ehtiyatları yox, məhkəmələri müəyyən edir. Çünki məhkəmə zalı dövlətin vicdanıdır. Əgər məhkəmə həqiqəti müdafiə edirsə, dövlət yaşayır. Əgər məhkəmə saxtakarlığı qanuniləşdirirsə, dövlət içindən çürüməyə başlayır. Yəni bu bütün dünyada belə olur. Bugün Azərbaycanda baş verənlər məhz bundan ibarətdir. Yəni nədən ibarətdir? Dövlət içindən çürüyür. Təbii ki, biz bunun belə olmasını istəmirik. Özü də bu model yeni deyil. Stalin dövründə istintaq plan üzrə işləyirdi. Nə edirdi? O vaxt nə edirlər? Kvota verilirdi, ittiham hazırlanırdı, etiraf işgəncə yolu ilə əldə olunurdu. Yəni mexanizm belə idi. Müəyyən sayda insan xalq düşməni elan edilirdi. Məsələn, Elbəy Həsənli xalq düşmənidir. Niyə? Çünki o hökumətin iqtidarının əleyhinə danışır. Bax belə bir şey. Bu özdə yazırlar ki, etirafı əldə etmək üçün əlavə tədbirlər görüldü. İstintaq materiallarında bu var. Əlavə tədbirlər nə idi? İnsanları döyürdülər, söyürdülər və o deməli cinayəti dırnaqarası etiraf edirdi. Yəni əslində cinayət yox idi. Amma cinayəti hazırlayırdılar və ortaya qoyurdular. Müstəntiq deməli yazırdı, prokuror nə edirdi? Təsdiqləyirdi, məhkəmədə möhür vururdu. Bax, belə bir sistem. Çünki hökm əvvəlcədən yazılırdı və məhkəmə də bilirdi, istintaq da bilirdi, hakim də, prokuror da ki, bu sistem necə işləyir? Bəs ədalət necə olmalıdır? Bax, bu məsələyə ilə bağlı bir-iki tarixi nümunələrə diqqət eləyək. İslam tarixində məşhur bir hadisə var. Rəvayət edirlər ki, Rəşidi xəlifə ilə sadə bir vətəndaş arasında, yəni müsəlman arasında mübahisə yaranır və iş məhkəməyə çıxarılır. O vaxt qazı idi də. Hakim xəlifəni digər tərəf kimi dinləyir və hökmü onun əleyhinə çıxarır. Xəlifə də bu qərarı qəbul edir. Siz düşününüz, burada sadəcə deməli söhbət xəlifədən getmir. Xəlifə həm də ilahi hakimiyyəti təmsil edir. Və hətta qanun, yəni ilahi hakimiyyətin özünü belə mühakimə etmək gücündədir. Yəni İslamda bu belə olmalıdır. İndi görün, bir Osmanlı nümunəsinə nəzər salaq. Bu da maraqlı bir şeydir. Osmanlı tarixində deməli belə rəvayət edirlər ki, Fatih Sultan Mehmed, söhbət 2-ci Mehmeddən gedir. Deməli, bunun bir memarla arasında bir mübahisə olur. Memar məhkəməyə müraciət edir. Yəni, deyir ki, sultan tərəfindən mənim hüquqlarım pozulub. Hakim sultanı məhkəməyə çağırır və hökmü onun əleyhinə çıxarır. Osmanlı sultanı da bu qərarı qəbul edir. Hətta Osmanlı boyda bir imperiyanın sahibi qanun qarşısında yəni susur. Yəni qanun sultandan da üstüdür. Həm xəlifədən üstüdür biz görürük qanun, həm də sultandan üstüdür. Gəlin bir Avropaya da nəzər salaq. Prusiya kralı 2. Fridrix. Bu məşhur hadisədir. Deməli, bütün dünya hüquq elmində bu keçir bu hadisə. Kral Potsdamda saray tikdirmək istəyir özünə. Yaxınlıqda isə bir dəyirmançı yaşayır. Kral istəyir ki, dəyirmançının torpağını alıb öz sarayını daha geniş tiksin. Dəyirmançı öz torpağını krala satmaqdan imtina edir. Və o deyir, Berlində hələ də hakimlər var. Və bu ifadə tarixə düşür. Ona görə deyirəm ki, bütün hüquq öyrənənlər, tələbələr bunu öyrənirlər. Və sonda kral geri çəkilir, dəyirmançı torpağında qalır. Sonradan onların, yəni kralla dəyirmançı arasında münasibətlər istiləşir, dostlaşırlar, bir-biri ilə zarafat edirlər, neynirlər?
Yəni sabitlik yaranır. Məhkəmənin hökmü həm də sabitlik yaradır. Çünki hər kəs öz hüququnu bilir. İndi başqa bir şeyə keçəcəm. Xəlifət gördünüz də məhkəməyə çıxarıldı. Sultan hökmə tabe oldu. Kral sadə vətəndaşı uduzdu, yəni dərmançıyı uduzdu. Dünyada dağılmadı. Bəs niyə bizim sistemdə hökm əvvəlcədən yazılır? Baxın, mən istəyirəm ki, biz bu məsələyə bir aydınlıq gətirək. Bilirsiniz, Azərbaycanda 400-ə yaxın siyasi məhbus var. İndi bunlar xüsusilə siyasi ittihamlardır, yəni qondarma siyasi ittihamlar. Bu insanların əksəriyyəti eyni teyib ittihamlar verilib. Yəni, nədir bunların günahı? Narkotika, hədə-qorxu, iqtisadi cinayətlər, dövlət çevrilişi, terrorizm, uydurma ittihamlar, kriminal epizodlar. İllər keçir, hakimlər dəyişir, müstəntiqlər dəyişir. Amma ittihamların repertuarı dəyişmir. Niyə dəyişmir? Çünki sistem yerindədir. Həmən sistem öz varlığını sürdürür, mövcudluğunu qoruyub saxlayır. Ona görə də deməli, Azərbaycandakı məhkəmələr əvvəlki Dədə-Baba qaydası ilə işləyir. Bax, biz bunun əleyhinəyik. Və bununla razılaşmaq, bilirsiniz, çox çətindir. Mən düşünürəm ki, yəni müstəntiq yazır, prokuror təsdiqləyir, məhkəmə möhür vurur, vəkil isə ya susur, ya da prosesdə formal iştirak eləyir və bununla razılaşmaq olmaz. Bəli, hamı əvvəlcədən bilir ki, hökm yazılıb. Hakim çıxıb sadəcə o hökmü oxuyacaq. Yəni, burada başqa bir şey olmayacaq. Vicdanlı insanların belə bir sistemdə işləməsi çox çətindir. Yəni, o insanlar da azad deyil, təsəvvür edirsiniz. Yəni, o sistemin içində yer alan insanlar da azad deyil. Onlar da məcburdur saxtakarlıq etsin. Və ya bu sistemin bir parçası olacaqsan, ya da sistem səni vurub kənara atacaq. Bu sistemdə vicdan üstünlük deyil. Bəs nədir? Vicdan problemdir. Yəni, vicdanlı adam ciddi problemlər yaşayır. Ciddi sarsıntılar yaşayır. Çünki bu mümkün deyil. Sən müqəssir olmayan bir adama ittiham eləyirsən. Məsələn, mənim öz havadan danışmıram. Amma 2000-ci ildə mənim başıma bu gəlibdir. Məni oğurlayıb Naxçıvana aparıblar. Orada bir tanımadığım bir polis məhkəmədə mənim üzümə durub ki, mən deməli bu polisə müqavimət göstərmişəm. Mən təsəvvür edirsiniz. Mənə 15 çıxış veriblər buna görə. O vaxt Vasif Talıbov da Naxçıvanda orada at oynadırdı, daha oynatmır. Amma yəni Vasif Talıbov olmasa da yenə də mən əminəm ki, Naxçıvandakı məhkəmə sistemi də bütöv Azərbaycanda olduğu kimi, hər yerində olduğu kimi eyni sistemlə işləyir. Siyasi mühit susturulub, bilirsiniz. Azad mətbuat yoxdur, cəmiyyət qorxu içindədir. Ona görə də sistem hesab edir ki, rahat öz varlığını sürdürə bilər. Məsələn, biz Tərtər hadisələrini siz bilirsiniz. Tərtərdə onlarla, yüzlərlə bizim hərbiçimiz nə oldu? İşgəncələrə məruz qaldı. Döyüldü, öldürüldü, vətən xaini elan edildi, erməni cəsur dedilər bunlara və s. Bu səhv deyildi. Bu mexanizm belə işləyir. Yəni, əvvəlcədən hökm hazırlanıb ki, filan kəslər erməni cəsusudur filan və nə qədər insanlarımız öldürüldü, nə qədər insan şikəst oldu, nə qədər insanların ailəsi dağıldı. Və bu kimi hadisələr dövlətə inamı kökündən sarsıtdı. İnsanlar artıq başa düşür ki, bu sistemdə ədalət axtarmağa dəyməz. Ona görə də nə edirlər? Məhkəməyə yox, vor zakonlara, təsəvvür edin, vor zakonlara müraciət edirlər. Ki, gedək böyük qardaşın yanına, böyük qardaş qərar versin ki, sən haqlısan, yoxsa mən.
bax, Azərbaycan insanı vur zakonlara üst tutmağa məcbur eləyən bir məhkəmə sistemi var bizdə Azərbaycanda. Bir mühakimə sistemi var, bir istintaq sistemi var. Və bu birisi nəyi yadıma saldı? Bu Kafkanın məşhur bir Zəçrail romanı var. Orada bu kimi hadisələr absurd kimi təsvir olunur. Amma bu absurd bugün Azərbaycanda reallıq kimi işləyir. Çünki burada əsas məsələ cinayət deyil, günah deyil, ittihamdır. Məsələn, sən dövlətin, hökumətin xoşuna gəlmirsənsə, sənin üçün bir şey fikirləşib tapacaqlar. Ədalətin olmadığı yerdə məhkəmə zalı yox, səhnə var. Və o səhnədə artıq hamının rolu əvvəlcədən yazılıbdır. Yəni, Azərbaycan məhkəmələri, yəni bütövlükdə Azərbaycanda hüquq mühafizə orqanlarımızda vəziyyət belədir. Yəni, və mən də hesab edirəm ki, yəni bununla razılaşmaq olmaz. Biz bu bespredeli durdurmalıyıq. Biz normal bir sivil ölkə olmaq istəyiriksə, Azərbaycanda ciddi islahatlar aparılmalıdır. Və bu islahatları da yaxşı olar ki, biz elə məhkəmədən başlayaq, hüquq mühafizə orqanlarından başlayaq və orada insanların, yəni xüsusilə siyasi səbəblərdən, qondarma ittihamlarla həbs olunmasının deməli, praktikası ilə artıq vidalaşmaq lazımdır. Yeni bir, yəni Azərbaycan doğulmalıdır. Çünki indi hal-hazırda mövcud olan sistem, xüsusilə məhkəmə sistemi qeyri-insani bir sistemdir. Xüsusilə kasıbların əleyhinə işləyir. Xüsusilə siyasi səhnədə fəaliyyət göstərənlərin əleyhinə işləyir və bu sistemi aradan götürmək lazımdır. Sistemi deməli islahatlara getmək lazımdır və məhkəmə sistemində qərb ölkələrində olan dəyərlər Azərbaycan məhkəmə sisteminə də tətbiq olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm. Hamınıza minnətdaram. Növbəti görüşlərə qədər. Sağ olun.